Son zamanlarda Quran-ı Kərimin tərcüməsini əlinə alıb, sanki Quran mütəxəssisi kimi ayələrdən çıxış edənlərin sayı artıb. Bu doğrudan da acınacaqlı bir haldır. Dünya elmlərinin müxtəlif sahələrində bu şeyi eləməyən bir insan məhz Quran barədə bunu edir. Məsələn, heç vaxt tibb mütəxəssisi olmayan bir şəxs tibbi kitablardan belə çıxarış eləyə bilməz. Çünki istərsəməz tibb mütəxəssislərin qınağı ilə qarşılaşar. Məhz Quran və din barədə bu görüntü doğrudan da acınacaqlı bir haldır. Baxın, Quran-ı Kərim mövzusunda heç bir təhsili və biliyi olmayan bir nəfər bu yaxınlarda mənə belə bir sualla müraciət elədi ki, axı Quran-ı Kərimdə nə var ki, biz onu başa düşməyək? Quran-ı Kərimdə hansı mürəkkəblik var ki, biz onu anlamayaq? Quranın tərcüməsi əlimizdə, bütün cümlələri də bizim üçün aydındır. Axı orada nə var ki, siz deyirsiniz ki, mütləq mütəxəssis bunu izah eləməlidir. Mən həmən şəxsə buyurdum ki, deyin görüm ki, Quran-ı Kərimin ərəbcə olan orijinalında Azərbaycanca peyğəmbər kəlməsi ilə tərcümə olunan, peyğəmbərlər kəlməsi ilə tərcümə olunan nəbiyyun və ənbiya kəlmələri var. Yəni, həm nəbiyyun kəlməsi, həm ənbiya kəlməsi Azərbaycan dilinə peyğəmbərlər sözü ilə tərcümə olunur. Deyin görün bunların fərqi nədir? İnanın adam deməyə söz tapmadı və çaşqınlığa düşdü və sonra deməli mən həmən sözü izah eləyəsi oldum. İzah da bundan ibarətdir. Deməli, ənbiya kəlməsi ilə nəbiyyun kəlməsinin Quranda işlənmə yerləri fərqlidir. O yerlərdə ki, Allah bir nəsildən olan peyğəmbərlərin adlarını bir-bir çəkir, məsələn, Saffat surəsində, orada ənbiya kəlməsi işlədir. Amma o yerlərdə ki, bir çox peyğəmbərlərin adları çəkilir, lakin onların bir-biri ilə yaxın qohumluq əlaqəsi yoxdur, orada nəbiyyun kəlməsi işlədilibdir. Deməli, Quran-ı Kərimin yalnız tərcüməsini oxuyub, oradan məna çıxartmaq, bu doğrudan da acınacaqlıdır. Bunun üçün mütləq Quran mütəxəssisi olmaq lazımdır və təhsil almaq lazımdır. Odur ki, tövsiyə edirəm bacı qardaşlarıma ki, mütləq və mütləq mütəxəssis olmayan mütəxəssisə müraciət eləsin və Quran-ı Kərimin tərcüməsindən özünü mütəxəssis kimi təqdim eləyənlər istər-istəməz özlərinin nüfuzdan və hörmətdən salmış olurlar.